Bismillahirrahmanirrahim. Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Ey gözəl insanlar, hamımız bilirik ki, Uca Allah hər bir insanı yaradarkən Quranda 22-ci surənin 78-ci ayəsində təsdiqlədiyi Allahın buyurduğu kimi hər bir insan yaranarkən müsəlman olaraq yaranır. Uzatmamaq, yəni qısa nə demək istədiyimi Qurandan ayələrlə təsdiqləyə sizlərə çatdırmaq istədiklərim var ki, bunu bilənlər digərlərinə də həyatda rast gəldiyi elə bir insanlar ola bilər ki, səhv anlayırlar, onları xəbərdar etmək bir cihaddır, Quranla, ayələrlə çatdırmaq, Quranla cihad ən böyük cihaddır. Bunu cihad sayılır. Allah Quranda da, ayədə bunu belə buyurub, açıqlayıb. Maidə surəsinin 5-ci surənin 16-cı ayəsində hər şeydən uca Allah buyurur ki, Allah öz lütfüne sığınanları, Allahın lütfüne sığınanları Quran vasitəsilə əmin-amanlıq, sülh yollarına yönəldər. Onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər. İndi isə keçid alacağım Quran ayələrini bildirəcəyim hissədə nə demək istədiyimi də anladım. Mən istəyirdim ki, kilsəyə gedim, həqiqətində getmişəm, amma alınmayıb, orada icazə vermirlər. Çəkiliş etdiyimdə maraqlanıb məni oradan çıxmağıma təşviq ediblər. İstəyirdim ki, kilsədən sevincli müjdə adlı başlıqla orada kilsənin həyətində, kilsədə çəkiliş edim. Ancaq fərqi yoxdur, eybi yox. Yenə də deyirəm ki, hamımız da bilirik, mən deməsəm də ki, dünyada olan müharibələrin, bu acınacaqlı vəziyyətin müsəlmanları, xristiyanları, yəhudiləri bu vəziyyətdə görürük. 3 nöqtə. Demək istəyirəm ki, dinləyin, biləcəksiniz. Hər bir peyğəmbər, hansı bir ümmətə peyğəmbər gəlmişsə, 11-ci surənin 84-cü ayəsində Uca Allah buyurur. Onlar Allaha qulluq edin, sizin ondan başqa ilah yoxdur, deyə peyğəmbərlərin hamısı bu vurğuyla insanlara müraciət ediblər. Bütün peyğəmbərlər. Ancaq acınacaqlıq dəhşət dərəcədədir. Hər bir din yaradıb özündən və əlavələr edərək Allahın kitablarına əlavələr edərək dilim gəlmir deməyə. Müsəlmanları belə qətl edən onların
Hər birinin dini var. Ancaq səfdərlər onlar. Uca Allah Quranda 10-cu surənin 68-ci ayəsində buyurur. Müşriklər Allah çocuk edindi. Türkçədir. Müşriklər Allah özünə övlad götürdü, dedilər. Allah pak və müqəddəsdir. O övlada, uşağa möhtac deyildir. Göylərdə və yerdə nə varsa hamısı onundur. Bu haqda Allahın özünə övlad götürməsi barədə sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyi mi deyirsiniz? Deyə buyurur. Quranda, hamısı Qurandan ayələrdir. Biz bilirik ki, Quran ondan qabaq nazil olmuş bütün ilahi kitabları təsdiqləyən bir ilahi kitabdır. Allahın sözüdür və kimin sözü Allahın sözünə doğru ola bilər ki? Buyurun, qulaq asın. Ey özündən din çıxardanlar. Allahın sözü budur. 112-ci surənin 2-ci və 3-cü ayələri. Allah heç kəsə, heç nəyə möhtac deyildir. O nə doğmuş, nə də doğulmuşdur. 2-ci surənin 116-cı ayəsində Uca Allah buyurur. Müşriklər dedilər. Müşriklər bilirik ki, Peyğəmbərlərin vaxtında da olublar. Onlar Peyğəmbərlərin düşmənləri olublar. Onlar da Allah'a qəbul ediblər, ancaq indiki bəzi zümrələrdəki kimi neyse, hamıya aydındır. Əlavələr edirlər və sonra da bir-biri ilə çəkişib müharibə edirlər. Ki, mən üstünəm, yox, mən üstünəm. Müsəlmanlar bunu deyir. Əgər Allahın kitabını istinad edənlər varsa və bundan sevinənlər var ki, əgər haqqı eşidirlər, haqqı yaymaqda da hazırdırlarsa, dinləyək. Mən də dedikcə yadımda saxlayayım ki, heç ki, tam əzbərləyə bilmirəm. Kəşki mən də hafiz olardım. 4-cü surənin ondan qabaq dedik. 2-ci surənin 116-cı ayəsində belə buyurulur. Müşriklər dedilər, Allah özü üçün övlad götürmüşdür. Fikir verin, Peyğəmbərlərin düşmənləri deyir bu sözləri. 4-cü surənin 171-ci ayəsində. Ey kitab əhli, öz dininizdə həddi aşmayın. Allah barəsində yalnız haqqı deyin. Həqiqətən Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın Peyğəmbəri Cəbrail vasitəsilə Məryəmə çatdırdığı bir söz və onun tərəfindən olan bir ruhdur. Allaha və Peyğəmbərinə iman gətirin. Allah barəsində üçdür deməyin. Həmçinin Allah, Muhammed, ya Əli demək də olmaz. Allah tək bir tanrıdır. Övladı olmaqdan, bu bəşəri xüsusiyyətdən kənardır. Allahın sizə vəkil olması yetər. Quran 6-cı surənin 101-ci ayəsi. O göyləri və yeri yoxdan var edəndir.
Allahın necə övladı ola bilər ki, onun heç bir yoldaşı, zövcəsi yoxdur. Hər şeyi o yaratmışdır. Beşinci surənin 72-dən 76-cıya qədər ayələr də vacibdir, oxuyarsınız. 5-ci surənin 116-cı, 117-ci ayələr, 116-cı və 117-ci ayələr də vacibdir, oxuyarsınız. Mən bir qədərini yığmışam. Konspektimdə yazıb, tez-tez, inşallah tez-tez, amma vaxtaşırı oxuyuram. Allah'ı zikretmek buna deyirlər. Çünkü Kur'an'ın bir adı zikirdir. Ve Allah'ı zikretmek, Allah'ı zikretməsək əgər, zikirdən yayınan hər bir kəsə Allah şeytanı urcaq edir. Olmaz axı, bu qədər nələrəsə qulaq asıb Allah'ın sözünü eşitməməzliyə vurmaq. 53-cü surənin 21-ci ayəsində Allah Teala buyurur: Məcər oğlanlar sizin bəyənmədiyiniz qızlar isə onundurmu? 16-cı surənin 57-ci və 62-ci ayələri. Onlar Allaha qızlar istinad etdilər. Mələklər Allahın qızlarıdır deyirlər. Allah pakdır, müqəddəsdir. Onun oğula qıza ehtiyacı yoxdur. Özlərinə gəldikdə istədiklərini oğlan uşaqlarına aid edirlər özlərinə. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Müşriklər özlərinin bəyənmədiklərini qızları Allaha isnad edərlər. 17-ci surənin 111-ci ayəsi. Və deyirəm. Yəni hər kəs Kur'an'da D yazılı var da, eşidən digərinə də deməlidir. Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif, aciz olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun. Və onlar Allahı layiqincə uca tut. Bir başqa aya var ki, Allah'a layiqincə uca tutmurlar. Çoxluq təşkil edir, demək olar ki. 18-ci surənin 4-cü və 5-ci ayələrində belə buyurulur. O həm də Kur'an'ı Allah özünə övlad götürdü deyənləri qorxutmaq üçün nazil etmişdir. Nazil etti. Allah. Eşittiniz mi? Allah hem de Kur'an'ı Allah özüne övlad götürdü diyenleri korkutmak için nazil etti. Ben bilmirəm, Allah'ı seven adam, Allah'ı tanıyan adam, Allah'ın sözünü qəbul eden adam niye göre peyğəmbərlərə fərq qoyur? Bütün peyğəmbərlər, bütün kitablar Allah'ın değil mi? Hakka istinad eden Kur'an'a istinad edecek. Çünkü Kur'an təhrif olunmamış kitabdır, ilahi kitabdır, digər ilahi kitablar ise təhrif olunublar. 19-cu surənin 88-ci və 92-ci ayələri. Rəhman özünə övlad götürmüşdür, dedilər. Siz doğrudan da olduqca çox pis bir şey etdiniz. Buna görə də az qaldı ki, göy parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun. Müşriklərin Rəhmana övlad istinad etdiklərinə görə. Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. 21-ci surənin 26-cı ayəsi. Kafirlər Rəhman mələklərdən özünə övlad götürdü, dedilər.
O paktır, müqəddəsdir. Belə şeylərdən tamamilə uzaqdır. Xeyr, mələklər onun övladı deyil, xəlq etdiyi möhtərəm qullardır. 25-ci surənin 2-ci ayəsi. O Allah ki, göylərin və yerin hökmü onundur. O özünə heç bir övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. O hər şeyi yaratmış və onu təqdir etmişdir. Yəni, onun yaratdığı şeylərin qiymətini, dərəcəsini müəyyən etmişdir. Əzəldən müəyyən etmişdir. Təqdir etmək o demək. Qiymətini, dərəcəsini müəyyən etmək. 37-ci surənin 151-ci və 152, 153-cü ayələrində belə buyurur Allah Teala. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər. Allah övlad törətmişdir. Mələklər onun qızlarıdır. Onlar həqiqətən yalancıdırlar. Məgər Allah mələkləri özünə övlad götürməklə qızları oğlanlardan üstünmü tutmuşdur? 43-cü surənin 15-ci ayədən 19-cu ayəyə qədər. Amma ona öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən insan Allahın nemətlərdən açıq-aşkar naşükürdür. Yoxsa o yaratdıqlarından qızları özünə övlad götürüb oğlanları sizə məxsus etdi? 72-ci surənin 3-cü ayəsində isə Allah Teala buyurur ki, həqiqətən Rəbbinizin cəlalı çox ucadır. O özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq. Vacibdir, buna da baxın. 5-ci surənin 17-ci və 18-ci ayələri. İndi kitabı qıraqdadır, götürün, gətirim, oxuyum, onu da oxuyaq və yekunlaşdıraq. Allah Məryəm oğlu Məsihdir deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de, əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, bu işdə kim ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O istədiyini yaradır. Allah hər şeyə qadirdir. Yahudilər və xaçpərəstlər dedilər, biz Allahın oğulları və sevimliləriyik. Onlara de, bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir? Xeyr, siz də onun yaratdığı bir bəşərsiniz. Allah istədiyini bağışlar, istədiyini əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də onun hüzurunadır. İndi digər ayələri də baxaq. 5-ci surənin 72 və 73, 74, 75, 76-cı ayələrinə də oxuyun, qulaq asaq. Allah Teala buyurur ki, şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular. Halbuki Məsih İsa belə demişdi, ey İsrail oğulları, mənim də sizin də Rəbbiniz olan Allaha ibadət edin. Allaha şərik qoşana Allah şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir, zalimların heç bir köməkçisi yoxdur. Allah üçün üç ilahinin üçüncüsüdür deyənlər əlbəttə kafir olmuşlar. Halbuki bir olan Allah'tan başqa heç bir tanrı yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir, toxunacaqdır. Məgər onlar Allaha tövbə edib ondan bağışlamalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhmədəndir. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir.
Onun anası isə çox pak bir qadın idi. Onların hər ikisi adi insanlar kimi yemək yeyirdi. Gör biz ayələri onları necə başa salırıq. Onlar gör necə üz çevirirlər. De, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərə mi ibadət edirsiniz? Halbuki Allah hər şeyi eşidəndir, biləndir. De, ey kitab əhli, dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın. Mən dayandım, amma ardında oxuyun. 5-ci surənin 78-ci ayəsinə gəldim, çatdım. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsa'nın dili ilə lənət oxundu. Bunlar ard-arda ayələrdə oxuyuram. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən çəkinmirdilər. Onların gördükləri iş necə də pis idi. Onların kitab əhlinin bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey, yəni küfür, necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır. Və 5-ci surənin 116-cı, 117-ci ayələri bayaq oxuyarkən ortada demişdim ki, bunları oxumaq lazımdır. İndi özüm oxuyuram. Buyurun qulaq asın. 5-ci surənin 116-cı ayəsi və 117-ci ayəsi. Xatırla ki, o zaman Allah belə buyuracaq. Xatırla ki, o zaman Allah qiyamət günü, yəni belə buyuracaq. Ya Məryəm oğlu İsa, sən mi insanlara Allahla yanaşı məni və anamı özünüzə Tanrı bilin demişdin? İsa cavabında deyəcək, sən pak və müqəddəssən, haqqın çatmayan bir şey demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydın, sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən. Mən isə sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq sənsən. Mən onlara yalnız sənin mənə etdiyin əmri çatdırıb belə demişəm. Mənim də sizin də Rəbbiniz olan Allaha ibadət edin. Nə qədər ki, onların arasında idin, onlara şahid mən idim. Sən məni qəbul etdikdən sonra onlara nəzarətçi özün oldun. Yalnız sən hər şeyə şahidsin. Daha çox ayələr var. Yəni, bildiyimə görə oxuyanda tez-tez rast gəlinir. Bəli, qulaq astır. Düzmü deyirəm? Səhv deyirəmsə, heç kəs deyə bilməz, səhv deyirəm. Qurandan oxudum. Bütün yahudilərə, xristiyanlara da Yahudiliyi, xristiyanlığı özündən çıxardıb, yəni əlavə etdikləri şeylərə görə də Allah buyurduğu kimi cəza verəcək, cəhənnəm ilə qorxudur Allah. Müsəlmanların aqibəti onsuz da xeyirlidir. Çünki hər bir insan müsəlman olaraq yaranır və mən də sizin hansınız Allaha
bel bağlayıb Allahın ipindən yapışıb, yəni Qurandan haqqa sarılmaq istəyirsinizsə, hər birimiz üçün bu duanı edirəm və deyirəm ki, ya Rəbbim, məni müsəlman olaraq öldür və ayaqlarımızı sabit qədəm et, üzərimizə səbir yağdır, kafirlər üzərində bizə qələbə qazandır. Kafir haqqı qəbul etməyəndir, haqqa arxa çevirəndir. Qorxun Allah. Allah bizimlə olsun. Hələlik.